Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammedin və ali Muhammed. Məhərrəm ayı ilə bağlı verilən suallara cavablar. Toy etmək olarmı? Nə üçün matəm saxlayırıq? Baş yarmaq olarmı? Bütün bu sualların cavabını inşallah bir-bir hamınıza diqqətinizə çatdırıram. 1. Məhərrəm ayının mənası. 12 aydan biri İslam təqvimində Məhərrəm adlanır. Məhərrəm sözü haram sözündəndir, qadağan sözündəndir, yaxud da ehtiramı, hörməti saxlanılmalı olan ay deməkdir. Məhərrəm ayı, yəni bu ayda dava, dalaş haramdır, müharibə haramdır, hətta kimdənsə qisas almaq istəyirsənsə, haqqındırsa, kimisə cəzalandırmaq istəyirsənsə, özünü haqq bilirsənsə, bunu Məhərrəm ayında etməməlisən, Məhərrəm ayının hörmətini saxlamalısan. Əlbəttə, kimsə sənə təcavüz etsə, öz haqqını qorumaq haqqı sənə verilmişdir. Və bu ay Qur'an-ı Kərimə əsasən 4 haram aylardan biridir. Qur'an-ı Kərimdə ayə var, Allah təala buyurur ki, 12 aydan 4-ü haram ay hesab olunur. Peyğəmbər və onun pak əhl-i beyti, Allahın salamı olsun onlara, onların buyurduqlarına əsasən bu 4 ayda müharibə olmaz. Hətta cahil ərəblər belə bu qayda qanunlara riayət edirdilər. Bu Məhərrəm ayı haqqında qısa məlumat. 2. Aşura sözünün mənası nədir? Aşura Məhərrəm ayının 10-cu gününə deyilir. Məhərrəm ayında Kərbala çölündə Peyğəmbər balası, cənnət cavanlarının ağası İmam Hüseyn əleyhissalam Aşura günündə şəhid olmuşdur. Məhərrəm ayının birindən proseslər başlayır, sürətlənir, ta Aşura gününə çatır və Aşura günü bu hadisə baş verir. Aşura 10-cu gün deməkdir. Məhərrəm ayının 10-u Aşura hesab olunur. Əşərə sözündəndir, 10 kəlməsindəndir. Bəs Tasua nə deməkdir? Tasua isə 9 sözündəndir. Məhərrəm ayında Aşura günündən qabaqki günə Tasua günü deyilir. Tasuada tasi 9 sözündən götürülmüşdür. Deməli, Aşura 10, Tasua 9 mənasını verir qısa. Bu ay matəm ayı hesab olunurmu? Bəli, bizim dinimizdə Məhərrəm ayı haram aylardandır. Bu Məhərrəm ayında çox işləri görmək olmaz. Hətta dinimizdə bu ayda kimsə cinayət eləsə, birinə qarşı qan töksə, vursa, nəsə ki, diyə verməlidir. Diyə ilə cərimə. O cərimənin özü digər aylardan artıq olur. Niyə? Çünki haram ayda bu işi görmüşdür. O cümlədən də Peyğəmbər və onun pak əhl-i beyti bu ayını özünü əza, matəm ayı hesab eləyiblər. Xalqımız da öz inancına əsasən, Peyğəmbər əhl-i beytini sevdiyinə əsasən bu ayı matəm hesab eləyir. Yaxşı. Buna dəlillərimiz var, bəli. Birinci dəlilimiz Qur'an-ı Kərimdəndir. Allah təala Qur'an-ı Kərimdə bizə matəm saxlamaq haqqında danışanda Yaqub Peyğəmbər əleyhissalamın oğlu Yusif əleyhissalama matəm saxlayıb ağlamasından danışır. Qur'an deyir, ağladı. O qədər ki, gözləri belə kör oldu. Baxın, halbuki Yusif Peyğəmbər ölməmişdi, itmişdi. Oğurlayıb aparmışlar, sağ olduğunu bilirdi, amma illərlə onunla görüşməkdən ötürü qəm-qüssə içindəkidir, hüzün içində oldu və sonda da gözləri tutuldu. Bu Quranda bununla bağlı var. Məhərrəmli də matəm saxlamaq bununla bağlılığı vardır. 2. Qur'an-ı Kərimdən əlavə Peyğəmbər özü matəm saxlayıbmı? Bəli. Peyğəmbər bizim əlimizdə olan dəlillərə əsasən həm əhl-i sünnə qardaşlarımızın kitablarından, həm də əhl-i beyt alimlərimizin kitablarından Məhərrəm ayından əlavə hələ İmam Hüseyn əleyhissalam uşaq ikən onun şəhadətindən xəbər verib, özü ağlayıb, gözündən yaş çıxıb, Kərbala adlanan torpağı da cəmaatı haqqında danışıb və digər sahabələr də ağlayıblar. Əlavə də Peyğəmbər özü, öz oğlu dünyasını dəyişəndə ona ağlayıb, oğlu İbrahimə, sahabələri dünyasını dəyişəndə Peyğəmbər ağlayıb və hətta əmsi Əbu Talib və Xədicə salamullah əleyhimanın dünyasını dəyişdiyi ili amul hüzn ili, yəni qəm-qüssə, yas ili elan edib. Peyğəmbər bir ilin adını qəm-qüssə ili, matəm ili qoyursa, biz niyə bir ayı, 2 ayı Məhərrəm səfərin matəm ayı hesab eləməyək, yoxsa Peyğəmbərdən çox bilirik. İmamlar da bu ayları matəm saxlayıblar və bizə də deyiblər, bizim şad günümüzdə şadlanın, qəm günümüzdə qəmlənin, bu bir qaydadır. Əzizimizi, valideynimizi əldən verəndə həmin gün, 7 gün, 1 ay, bəzən 40 gün, bəzən də insanlar var, il boyu matəm saxlayırlar, toya getmirlər, qara geyinirlər. Bu nəyin nişanəsidir? Onlara olan bağlılığımızın, ehtiramın. O cümlədən də bizim sevdiyimiz Əhl-i Beyt, Quran bizə əmr edir Əhl-i Beyti sevmək. Şura surəsi 23-cü ayə Peyğəmbərin peyğəmbərliyinin muzdunu əvəzidir. Biz gərək Peyğəmbərin hörmətini saxlayaq. Peyğəmbər İmam Hüseynə göz yaşı töküb matəm saxlayıbsa, biz də saxlayaq. Peyğəmbərin Əhl-i Beytin matəm saxlayıbsa, biz də gərək saxlayaq. Deyiblər, bizim şad günümüzdə şadlanın, bizim qəm günümüzdə qəmlənin. Məhərrəm ayında toy etmək olarmı? Ən çox verilən suallardan biri budur. Baxın, Məhərrəm ayında toy, bayram, ad günü etmək
şadyanalıq etmək əhl-i beytə hörmətsizlik hesab olunduğuna görə olmaz. Baxın, həmin vaxtı Peyğəmbər əhl-i beyti qəm-qüssə içindədir. Bu zaman sən durursan, bir müsəlman kimi şadlıq eləyirsən. Əlbəttə ki, bu yaraşmaz. Öz atanı, əzizini əldən versən. Halbuki imamlarımız bizə, Peyğəmbər bizə ondan da əzizdir. Həmin gündə bayram edərsənmi? Etməzsən. Bəzi xalq var, hər bir xalqın özünün şad günləri var. Hər bir xalqın özünün hüzün günləri var, qəm günləri var. Həmin günlərə hörmətlə yanaşır. Azərbaycan xalqı həm müsəlman olaraq, həm əhl-i beytin sevənlərindən olaraq bu günlərə ehtiram edir. Necə ki 20 yanvarı. 20 yanvar günü toy etmək olarmı? Quranda yoxdur deyənlər, Məhərrəm ayında yoxdur Quranda toy etmək. Cavabımız budur. Qurani Kərimdə 20 yanvarda toy etmək, Xocalın 26 fevralda toy etmək qadağandırmı? Quranda varmı? Xeyr. Toy elərsənmi? Xalqına, millətinə 20 yanvarda Xocalda tökülən qanlara hörmətsizlik eləyərsən. Ona görə bu sualları verəncə belə şeylərə diqqətli olun. Biz ən əzizimizi əldən belə verəndə belə şeylərə diqqətli oluruq. Bizə dəvətnamə verəndə narahat oluruq ki, mən yas içindəyəm, mən qəm içindəyəm, filan kəs mənə dəvətnamə verib. İndi bizim ən əzizimiz burada İmam Hüseyn əldən gedibsə, əlbəttə ki, biz burada bu ehtiramı qorumalıyıq. Kim də xalqın inancını hörmət edirsə, gərək buna ehtiramla yanaşsın. Niyə? Axı deyirik, səs çoxluğu, demokratiya, xalqın istəyi. Azərbaycan xalqının iki tarixi yaddaşı çox güclüdür. Bir, bayramlardan Novruz bayramı, iki, Aşura. Xalq özü toy eləmir. Nə üçün bəziləri xeyirlə, zorla bu xalqa həmin günü toy eləməkdən danışırlar? Deməli, o adamlar özləri xalqın inancına hörmətlə yanaşmalıdırlar. Xalq özü toy eləmək istəmirsə, xalqı azdırmayın, xalqı çaşdırmayın. Məhərrəm ayında qurban kəsmək olarmı? Bəli, qurban kəsmək olar. Xüsusən əgər bir nəfər nəzr eləyibsə, yaxud da əhd eləyibsə, mən Məhərrəm ayında qurban kəsərəm, həmin o qurbanı gərək elə Məhərrəm ayında kəssin. İndi həmin Məhərrəm ayında kəsilən qurbandan İmam Hüseyn üçün ehsan vermək olarmı? Bəli, Məhərrəm ayında qurban kəsmək də olar və həmin ətdən İmam Hüseyn məclislərində ehsan da vermək olar. Sinə döymək, mərsiyə demək olarmı? Bəli, bədənə zərər yetirmədən, İnsanın özünə bir zərər çatmadan insanın sinə vurmağı, matəm içində özünü göstərməyi, müəyyən adət-ənənələrə uyğun olaraq hər bir xalq özünün adət-ənənəsinə uyğun olaraq matəm saxlayır. Sinəsinə döyən var, dizinə vuran var, müxtəlif formalarda matəm saxlamayın heç bir eybi yoxdur. Məhərrəm ayında bəs baş yarmaq, qəmə vurmaq olarmı? Bununla bağlı hal-hazırda olan müasir müctəhidlərimizin rəyinə əsasən bu iş qadağandır, haramdır. Xüsusən düşmənlər bundan sui-istifadə eləyirsə, baxın, bu işi görənlər başına xəncərlə vurur, qan içində olur və bunu çəkirlər, bunu dünyaya İslamı vəhşi tanıtdırırlar. Bu da İslamın ləkələnməsinə, sual altına getməsinə səbəb olur. Kim istəyər, güya mən bir qan vururam, İmam Hüseyn yolunda qan çıxardıram, halbuki İmam Hüseyn bunu istəməyib bizdən. Biz bununla, bunu eləməklə əvəzində dünyada insanların İmam Hüseynə, İslama baxışını dəyişirik. Çox təəssüf olsun, xüsusən çox maraqlıdır, düşmənlər həmişə bundan sui-istifadə edirlər. Və bunun qarşısını almaqdan ötürü biz bu işdən çəkinməliyik. İmam Hüseynə yaxınlaşmaqdan ötürü, Məhərrəmdə matəm saxlamaqdan ötürü bundan da daha yaxşı əməllər var. Bax, onları etmək daha yaxşı olardı. Aşurada oruç tutmaq olarmı? Baxın, Məhərrəm ayında oruç tutmaq olar. Amma Aşura günündə isə, xüsusilə Aşura günündə oruç tutmaq bəyənilmir, məkruhdur və bu Əhl-i Beyt düşmənlərinin özündən uydurub güya bayram hesab etdikləri İmam Hüseyn İslamı qətlə yetirəndən sonra Allaha şükür, qələbə bayramı edib şükür orucu tutduqları bir gündür. Və Peyğəmbərimiz Allahın salamı olsun ona və Əhl-i Beytin özü də o orucu baxmayaraq ki, Mədinəyə gəlməmişdən qabaq tuturdular, ondan sonra o qadağan etdi. Ona görə bununla bağlı bizim dəlillərimiz var. Amma Aşura günü günortaya qədər ac susuz qalmaq, yaxud da əsrə qədər İmam Hüseyn İslamın və onun silahdaşlarını, Əhl-i Beytinin aclığını, susuzluğunu sanki simvolizə edərək özün də ac qalıb onları özünü oxşatmaq, onların dərdinə, qəminə şərik olmaq yaxşı haldır. Oruc niyyəti ilə yox, olmaz. Ona görə də həmin gün oruc tutmaq bəyənilmir və bu orucu tutmayın. Məhərrəm ayında qara köynə geymək vacibdirmi? Qara köynə geymək vacib deyil. Amma yaxşı olar insan matəm içində olduqda öz geyimində, davranışında, hərəkətində, danışığında matəm içində olduğunu göstərsin. İmam Musa Kazım İslam Məhərrəm ayı girəndə hətta belə gülməzdi. Onu şadlanan, güləri üz görən olmazdı. Ona görə də yaxşı olar biz qara bayraq evimizdən asmaqla,
maşınımızdan asmaqla, yaxud da qara köynək geyinməklə, müxtəlif işlərlə özümüzün matəm içində olduğumuzu Peyğəmbər əhl-i beytinə ehtiramımızı çatdıraq. Qara köynək vacib deyil, amma bu onun nişanəsidir ki, mən matəm içindəyəm, mən Peyğəmbərin əhl-i beytinə yas saxlayıram. Bu da mənim onlara olan məhəbbətimdən, ehtiramımdan irəli gəlir. İmam Hüseyn İslam'a ağlamaq olarmı? Bəli. Dinimizdə ağlamaq neçə cür olur? O ağlamaqdan biri, biz eşitdiyimiz bir məzlumun halına ağlamaqdır. Bizə xəbər verirlər, Qarabağdan şəhidimiz gəlib. Şəhid anası ağlayır. Biz həmin vaxtı durub neynəməliyik? Gülməli deyilik ki, ağlamaq vacib deyil. Amma kimsə orada şəhid anasına qoşulub ağlayırsa, siz ona deyə bilərsinizmi ağlama? O ağlamaq özü, hətta şəhid anası var. Baxmısınız, şəhid anası ağlayır, eyni halda deyir ki, mən oğlumun şəhadətini qəbul edirəm, oğlumu Allaha şəhadətinin qurban verirəm. Bunu deyə, amma anadır, ağlamalıdır, göz yaşı tökməlidir. İnsan kövrəlir və bu kövrələndən sonra gözündən yaş çıxır. Bu ağlamaq heç də qadağan deyil. Bəzi yerdə ki, deyirlər ki, İmam Hüseynə ağlamaq yox, onu tanımaq lazımdır. Alimlərdən biri buna gözəl cavab verir ki, biz İmam Hüseyn İslam'a elə tanıdığımız qədər ağlayırıq. İmam Hüseyni yaxşı tanısanız, onun körpə Əliyə Əsğərini yaxşı tanısanız, Kərbəla məktəbini yaxşı tanısanız, həm o məktəbi yaşayarsınız, həm o məktəbdə canını verən bizə görə zəhmət çəkənlərə göz yaşı tökərsiniz. Məhərrəmdə ən böyük savablardan biri İmam Hüseyn İslam'a salam göndərmək, düşmənlərə lənət göndərməkdir. Bunun mənası nədir? Bəli, çox yaxşı olar. Biz birimizi görüşəndə İmam Hüseynə salam verək və düşmənlərinə, qatillərinə, xüsusən Aşurada lənət göndərək. Bu Quranın məntiqidir. Quran-ı Kərimdə Allah Taala yaxşı bəndələrinə, peyğəmbərlərə salam verir. Saffat surəsi, salam olsun İbrahimə, salam olsun Musaya. Baxmayaraq ki, onlar dünyasını dəyişiblər, onlara salam göndərməkdə qadağan deyil. Bu günləri İmam Hüseyn İslam'ın özünə salam vermək qadağan deyil. Biz namazda da birinci salamda peyğəmbərə salam veririk. Peyğəmbər ölüb dünyasını dəyişib, amma bizi eşidir. Şəhidlər diridir, Quran-ı Kərimə əsasən onlar, Quran deyir, diridirlər. Diridirsə bizi eşidirlər, salamımızı da eşidib cavab verirlər. Lənət göndərmək isə, lənət, yəni Allah səni öz rəhmətindən uzaq eləsin. Allah sənə lənət eləsin, o adama nifrət eləyir, Allah səni öz rəhmətindən uzaq eləsin. Bir insan lənət göndərirsə, qarşı tərəfə öz nifrətini çatdırmaq istəyir. Bizim İslamın, Qur'anın, Əhl-i Beytin düşmənlərə, Yezidə nifrətimiz var. Bizim xalqımızın düşmənlərə nifrətimiz var. Bu nifrətin yollarından biri də qarşı tərəfə lənət yağdırmaqdır. Quranda var, bəli, Quran-ı Kərimdə Allah Taala kafirlərə, münafiqlərə və bəzi pis əməl sahiblərinə lənət deyib. Özündən əlavə deyib ki, onlara Allahın lənəti olsun, mələklərin lənəti olsun və insanların lənəti olsun. Bu lənət Quranın məntiqidir. Ərbəin nədir? İmam Hüseyn əleyhissalamın Aşurasından sonra 40-cı gün Ərbəin hesab olunur. Ərbəin 40 kəlməsidir. Bəli, 40 ədədinə Ərbəin deyilir. Tarixi müxtəlifdir. Həmin gün bizə tapşırılıb ki, kim bacarırsa, imkanı varsa, möminin 5 əlamətindən biri də hesab olunur, özünü Ərbəyində Kərbalaya çatdırsın. Möhtəşəm bir məclis olur. Hər il orada 20 milyona təqribən, ondan çox bəzən insanlar yığışırlar. Həmin gün xüsusi İmam Hüseynin ziyarəti tövsiyə olunmuşdur, sifariş olunmuşdur. Ərbəin sözü bununla bağlıdır. İmam Hüseyn əleyhissalamın başı nizədə Quran oxuyubmu? Bu iddia heç də yalan deyil. Bu barədə həm bizim Əhl-i Beyt alimləri, Şeyx Mufid, Təbərsi və digərləri kitablarda nəql ediblər. İmam Hüseyn əleyhissalamın nizədə mübarək başı Kəhf surəsinin ayəsini və digər ayələri oxudu. O cümlədən Əhl-i Sünnə qardaşlarımızdan İbn Əsakir Diməşqi özünün tarix kitabında, o cümlədən də Cəlaləddin Suyuti Xəsaisul Kubra kitabında və digərləri nəql ediblər ki, İmam Hüseyn əleyhissalamın mübarək başı nizədə Quran oxuyurdu. Bu, heç də ancaq şiənin iddiasıdır. Əhl-i Sünnə qardaşlarımızdır. Tarixdə, hədis kitabında bu barədə məlumat gəlmişdir. Yaxşı, bu ağıla uyğundur yoxsa xurafatdır? Baxırıq Quran-ı Kərimə. Allah Taala'nın möcüzəsi elə işlər baş verib ki, başın nizədə Quran oxumasından da çox maraqlıdır. Bu ondan asandır. Necə? Allah Taala Musa peyğəmbərə deyir ki, əlində olan əsanı, taxtadan olan əsanı at, o əjdahaya çevrilsin. Bu Quran ayəsidir. Dağ aralanır, dağın arasından dəvə çıxır. Quran ayəsi Salih peyğəmbərin möcüzəsidir. Yaxud da ki, Bəni İsraildə öldürülən insanın danışmağı. İnsan öldürülür, cənazəsi ortada qalır. Musa peyğəmbər qatili tapmaqdan ötürü Bəqərə surəsində baxın, bir inək istəyir.
Surənin də İnək surəsi, Bəqərə surəsi adlanmasının səbəbi odur. İnək kəsilir uzun fasilədən sonra, o inəyin ətindən vururlar ölən insana. Quran ayəsidir, xurafat deyil. Bu bizim inancımızdır. Elmi izahı nədir? İndi onun yeri deyil. Biz müsəlman kimi danışırıq. Bu müsəlman əqidəsindən danışanda bu heç də Allahın qüdrətinə, yəni bacarığına uzaq deyil. Allah Taala istəsə, nəinki İnsan başı hətta ağacdan belə səs gələ bilər. Necə ki, Qur'an-ı Kərimdə Allah Taala Musa peyğəmbərlə danışanda ağacdan səs çıxardır. O ki, qalmışdı insan başı olsun. İnsanın ağzında olan bir neçə qramlıq dili tərpədən Allahdır. Allah qadirdir, istəsə bunu da eləyə bilər. Mənbələri də diqqətinizə çatdırdım. İmam Hüseyn əleyhissalamın məclisində ehsan verilir. Olmazmı o pulları kasıblara paylayaq? Baxın, bizim dinimizin göstərişi budur ki, siz kasıblara həmişə yardım eləyin. Nəinki Aşura, Məhərrəmli gələndə kasıblar yadınıza düşsün. Həmişə kasıblara yardım eləyin. Hacılar həcə gedəndə kasıblar yadınıza düşməsin. Bizim dinimizdə, Qur'an-ı Kərimdə namazdan sonra həmişə Allah zəkatdan danışıb. Namaz qılarlar, zəkat verərlər. İndi Məhərrəm ayı gəlir. Məhərrəm ayında bir nəfər istəyir Məhərrəm məclisində kasıblara yemək versin, yığışanlara. İstəyir o məclisə yox, aparsın bir kasıbın evinə, bazarlıq eləsin, çatdırsın. Bu qadağan deyil. Amma Məhərrəm məclisində yığışanlara bir nəfər orada özünə nəzr edir, əhd edirsə, orada olanlara yemək verirsə, bunun nə qadağası var? Dəfələrlə görmüşük, o məclislərin özündə verilən məclislər hətta yeməkləri bərəkətli olur, onların bərəkətindən insanlara da xeyir çatır. Bunun heç bir qadağası yoxdur. Hətta Məhərrəmi çıxandan sonra da bunu etmək olar. Bunun üçün Məhərrəmdə yemək üçün narahat olanlardan xahişimiz budur ki, bu günləri Qəzzədə, Fələstində olan ac uşaqlara da yemək çatdırsınlar. Məhərrəmi istəyib versinlər, verməsinlər. Məhərrəmli məclisinə verməyin. Aparın Qəzzədə olan müsəlmanlara, ac uşaqlara yemək çatdırın. Məhərrəm məclisinə bəzən namaz qılmayanlar, günah eləyənlər gəlir. Bu düzgündürmü? Bəli. Necə Ramazan ayında biz deyirdik ki, kimsə namaz qılmırsa, yaxud da Ramazan ayından sonra hansısa bir günahı eləyəcəksə, biz ona deyə bilmərik, sən oruç tutma. Sən namaz qılmırsan, deməli oruç tuta bilməzsən. Sən namaz qılmırsan, sonra araq içəcəksən Ramazan ayından sonra gəlib oruç tuta bilməzsən. Kiməsə bu sözü deyə bilərik? Allahın qapısından qova bilərik? Nə bilirsən? Bəlkə Allah dərgahında onun o tutduğu oruc qəbuldur. Düzdür, qılmadığı namaza cavab verəcək. Məhərrəm məclisi də belədir. Məhərrəm məclislərinə gələnlər müxtəlif günah sahibi ola bilərlər. Kimdir? Kim əlin qaldırıb deyə bilər ki, mən Məhərrəm məclisinə gəlirəm, İmam Hüseyn məclisinə, mənim heç bir günahım yoxdur. Heç kəs özünü təmizə çıxartmasın. Quran ayəsidir. Pakə çıxartma. Allah tanıyır kim kimdir. Quranda ayədir. Hər bir insan Əhl-i-Beyt məclisində İmam Hüseyn əleyhissalamın qapısında gəlib iştirak eləyə bilər, çay payləyə bilər, ayaqqabı cütləyə bilər. Əlbəttə oranı günah məclisinə çevirməsin. Orada günah eləməsin. Amma İmam Hüseyn məclisində iştirak eləsin, orada İmam Hüseyn olan məhəbbətini çatdırsın, ehtiramını bildirsin, bacardığını da eləsin. Heç də qadağan deyil. Necə ki biz baxırıq tarixə, o cümlədən də Aşuraya. İmam Hüseyn əleyhissalam namaz qılmayan, şərab içməkdən də ağır olan, imama qarşı çıxan, imamın qarşısını kəsən hürrə yox demədi. Hürrün də tövbəsini qəbul elədi. Biz kimi İmam Hüseyn məclisinə gələnlərə deyək ki, sən gəlmə filan günahın sahibisən. Məsələn, Hüseyniyyələrdə, hətta Hüseyniyyədə olmasa, şadlıq evində, mərasim zallarında, kafelərdə, yeməkxanalarda və xüsusən evlərdə keçirmək olarmı? Bəli, olar. Heç bir qadağası yoxdur. Həm məsciddə Allahın evində, həm də digər məkanlarda bu məclisləri keçirmək olar. Nəinki keçirmək olar? Hətta bizim Əhl-i-Beyt imamlarımız, Allahın salamı olsun onlara, onlar tapşırıblar bizə, evlərinizdə belə Əhl-i-Beyt məclisləri keçirdin. Evlərin bərəkətli olmağının bir səbəbi də budur. Və xalqımızın da inancında var, bilirsiniz, xalqımız Məhərrəm gələndə, bəzən 10 gün, bəzən heç olmasa bir gün, bəzən də evləri gəzdiriblər, evlərdə təkyə qoyublar, təşt qoyublar və ilahi müxtəlif adlarla ələm qoyublar, bayraq qoyublar, cəmaət gəlib ziyarət eləyib və orada İmam Hüseynə məclis qeyd olunub. Buna görə də bunun heç bir qadağası yoxdur. Həmin o məkanlarda da məclis keçirmək olar. Əlbəttə, daha yaxşı olardı. Kimin imkanı varsa Hüseyniyyə tikdirsin. Hüseynilərdə İmam Hüseyn adına xüsusi bir məkanlar olsun və həmin yerdə keçirilsinlər. Amma bunların evlərdə keçirilməsinin, başqa yerdə keçirilməsində heç bir qadağası yoxdur. Son, İmam Hüseyn əleyhissalam dini yaşatdır. Tez-tez bu cümləni eşidirik ki, İmam Hüseyn əleyhissalam Allahın dinini yaşadıb. Necə ola bilər? Allah özü öz dinini qoruyur axı. Baxın, Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, biz bu Qur'anı nazil etmişik, biz də bu Qur'anı qoruyacağıq. O cümlədən də Allah Teala bütün işlərini bu dünyada səbəblərlə həyata keçirdir.
Məgər biz bugün demirik ki, bu dinin insanlara çatdırılmasında, qorunmasında peyğəmbərlərin rolu olub? Bəli, olub. Məgər biz demirik ki, bu dinin insanlara çatdırılmasında, qorunmasında sahabələrin, canını verən şəhidlərin rolu olub? Əgər onların heç bir rolu olmayıbsa, onda onları niyə tərifləyirik? Niyə onların haqqında danışırıq? Allah Teala belə deyir ki, göydən bir əl göndərsin, hər dəfə möcüzə eləsin, öz dinini yaşatsın, düşmənlərini öldürsün, məscidlərini qorusun, dindarları, namaz qılanları qorusun. Xeyr, Allah Teala bu dünyada öz işlərini səbəblərlə həyata keçirdir. Necə ki, bir torpağın, bir vətənin, bir ölkənin qorunmasında igidlərin, cavanların, şəhidlərin rolu var, bu dinin də qorunmasında bunun rolu var. Allah özü də belə deyir. Allahdan çox bilmirik ki, Allah Teala Qur'an-ı Kərimdə Peyğəmbərimizin adına olan surədə belə deyir. Allahın dininə kömək etsəniz, Allaha kömək etsəniz, Allah da sizə kömək edər, qədəmlərinizi sabit edər. Allah deyir ki, bu dinə, Allahın dininə kömək eləmək lazımdır. Allahın köməyə ehtiyacı var. Bəs niyə belə deyir? Bu həm də bizə iftixardır, bizə fəxirdir. Biz sevinirik ki, Allah Teala bizim də din yolunda zəhmətimizi, əməyimizi qəbul etsin. İndi bu yolda bizdən də öncə Allah Teala'nın bizə göndərdiyi imamın öz əhl-i beyti ilə, körpə Əli Əsğəri ilə, cavan Əli Əkbəri ilə, bacısı Zeynəbi ilə Allahın salamı olsun onlara və öz başı ilə bu dini qorumaqdan ötürü zəhmət çəkmişdir. Və bu zəhməti dəyərləndirmək lazımdır. Allah Teala bu zəhməti çəkənləri dəyərləndirir. Ona görə İmam Hüseynin qanına qiymət verir.